şeir diyen. Bizde şeir de, şair de, sanat da vardır. Şaire, sanata hürmet de vardır. Buyurun. Şair olanın sinesi ünvan gerekir. Hemşe hoş gelmişsin. Oyuncu meclisimize. Bilirsiniz ki oyuncu meclis toy meclisidir, toy marasimidir. Toy marasimi marasimler sırasında en yüksekte kalan marasimdir. Ümumiyyətlə, biz öz adət və ənəmizi beləki marasimlər vasitəsilə, məclislər vasitəsilə həyata keçiririk. Biraz məclis haqqında marasimə uyğun danışmaq lazımdır və əsasən məclisin qəhrəmanı haqqında. Məclisin iki dənə qəhrəmanı var. Müəyyən səbəb yüzündən ikinci qəhrəman iştirak edə bilmir. Yəni bizim adət və ənəmizə uyğundur. Müsbət qəhrəman iştirak edir. Yəni Süleyman bəy. Məclisin qəhrəmanının çoxdan arzuladığı, çoxdan istədiyidir bu marasim. Məclisin qəhrəmanı indi Parvanaliyin son anlarını yaşayır, eşq odunda yanır, vüsal həsrəti ilə. Ona indi toxunma olmaz. O öz dünyasını yaşayır, romantik dünyasını. O romanlar sarayıyla, Balkədən sevgilər baş-başa verir, dünyaları dolaşır. Balkədən məğullar dünyasındadır. Balkədən ulduzlar dünyasındadır. Bizim bundan xəbərimiz yoxdur. O öz dünyasını yaşasın. Hər öz dünyasını yaşayır. Ay gözəlim, sevilməyə nə var ki? Baharımla güllərimə baxsana. Sevilməyin bayan olar neylərəm? Qəlbim incə, tellərimi çalsana. Bağlarımda gül olmağın nə var ki? Aşık olan tellərimi çalsana. Durdana yerişindən uyma ki, divane yollarıma baxsana. Şad xürrəmli məclislərdə saz oldum. Gəl sazımın tellərini çalsana. Nəşələnib, ürəyimlə şad oldum. Şad qəlbimin parasını alsana. Dağlarımla dumanlanıb şan oldum. Dumanların avazına baxsana. İldırımlı tufanlar da çapnadır. Dumanlının sadasına çıksana. Sağ olun. Ama o yüzden hopstovu sana oynasın bize hava. Bir en yaşlı hava. Hopstovu sana. Seni yoktu, bir en yaşlı muğalar. Çok sağ ol, biliyor musun? Şaman sözünden